Şəhidlik zirvəsi bu Allahın rəhmətinə tam olaraq sarılmaqdır. Şəhidlik cəsarət və şərəf bulağının ətrafında əbədiyyat rəqsi deməkdir. Şəhidlər qəlblərdə, ürəklərdə daima bərqərar olanlardır. Millətin, insanların, xalqın qürur və duyğu mənbəyidir. Onları dananlara ar olsun. Madəm ki, vətən torbağı şəhidlərin qanıyla sulanır, cücərir, çörəyi o kəslərə haram olsun. Bu mövqeyi boş verənlər, unudanlar, yarı yolda buraxanlar ləhnətə gəlsin. Şəhidlik məqsədi zəfərin yürüşüdür. Şəhidlərin ruhun incidənlər, bu niyyətin gözün arxada buraxanlar rəzil olub məhv olsunlar. Vətənə, şəhidlərə xəyanət edənin hər biri həşarətlərdən betər bir məxluqdur. Həşarətlərdən betər bir məxluqdur. Allah cəmi şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Amin Allah.